Salam əziz dostlar, Azərbaycan Milli Fəallar üçün Jurnalismin 4-cü qismətində xidmətinizdə olacağam. Biraz gecə qalmışam, bağışlayın, yəni bir ayrı şeyi upload edirdim, onun üçün də əli boş nə deyirlər, beləsi oldu. Arz edeyim xidmətinizə, dərsimizə keçək. Birinci hissədə teori haqqında danışacağıq. Biraz teori qismətlərdən danışaq, görək ki, nədir? Xəbər yazmaqda tərəfsizlik olmaq bir yalandır. Yəni, mən bunu pozayım, durmayağa. Oradan da pərdəmiz görsənməsin, kamil. Burası pərtəmimiz də hər halda bu qırmızı bayraq Azərbaycan bayrağıdır. Ərz edeyim xidmətinizə, rəsmiləşək. Mən indi burada nə ilə yazım ki, silə də bilim. Ərz edeyim xidmətinizə, tərəfsizlik ya bitərəfi farsça bir yalan bir sözdür, bunu bizlərə öyrədiblər ta millətimizin mənafiindən difa eləməyək. Yəni, dünyada bir dana rəsanə tapa bilməzsiniz ki, orada bir tərəfsizlik olsun. Bir dana. Tamami rəsanələr, medialar, radio, televizyon, internet saytları, ondan sonra otaqlar, nə deyirlər, bu chat otaqları, ərz edeyim xidmətinizə, sosial şəbəkələr, ondan sonra məcəllələr, kitablar, imkansızdır bir kitab tapasınız ki, orada tərəfsizlik olsun. Çünki insanların zihni tərəfli şəkil tapar. Yəni, Amerikalı Pan-Amerikandır. Yəni, Amerikalı dünyada, Amerikanı hər yerdə yaxşı bilir. Bunun üçün, bunun zihni Amerika mehvərdir. İngilistanlı dünyanı İngilistan gözü ilə baxır. Bunun üçün, baxsaq, dünyada Greenwich deyə bir şey var, saat var. Niyə onu hələ qoyublar? Buna görə ki, dünyanın mərkəzi Greenwich hesab olsun. Dünyanın hər yerdə istəyələr saatların düzəldələr, Greenwich'in üzü ilə saatların düzəlsinlər. Yəni, görsünlər İngilislilər neynirlər, onun əsasında işləsinlər. Çünki biz saatla işlərik da, mən saatımı bağlamamışam, belə də vururam. Biz saatla işlərik. Yəni, saat iş və zamanı və düşüncəni şəkilləndirir. Biz saatla yatarıq, saatla durarıq, saatla işə gedərik, saatla işdən çıxarıq, saatla mütaliə elərik, eləsək, mütaliə əhli olsaq. Yəni, bizi Greenwich'ə bağlar. Tamami filsuflar, tamami camiyeşnaslar, tamami insan بدون تعصب قومی ملی məmləkəti imkansızdır yaşasın. Yəni, bu bir yalandır. Hər kəs desə. Hətta fəlsəfədə də yalandır. Yəni, fəlsəfəçi deyirlər mütləqdir. Hər məntəqə coğrafiyayı, o milləti ki, o coğrafiyada yaşayır, onun tarixi, indisi və gələcəyə nəcür baxırı fəlsəfəni dəyişdirər. Məsələn, bir dana misal vururum, 2 dana misal vururum. Baxın, bir dana Amerika'yı Şimalidə, Amerikada, İyalət Müttəhidə bir dana uşaq doğulur. Adına deyirlər Edison. Edison bu elektriki xəlq edir, yaradır, Allahı olur. Tamami sistemi ictimanın dəyişdirir. Siyasətin, iqtisadın, fəlsəfəsin, elmin, teknolojisini dəyişdirir. Saxtıman sazı, memarini, yəni nə mənə desəz hamısının yerindən köyündən dəyişdirir.
Yəni bu günləri əgər görürsünüz ki, internet vardı, biz Edisonun əlini öpməliyik. Dünyanı değiştiribdi. Biz ya bir tane Kanadalı vardı, Bell adında, Graham Bell bizə dəst deyərdilər. Amerikalı adına vəli Kanadalıdır. Telefonu ixtira elədi. Kolli dünyanı dəyişdi. İndi interneti ki əlan vardı, bu əslən bizim fəlsəfəmizi dəyişdiribdi. Dünən necə fikir elirdik ki, indi bu bəhsimizə də rəbti yoxdur, amma deyim da, fikir cəhətindən deyim. Dünən necə fikir elirdik ki, bir ana Allah ola bilər, hamını yerdə mövcudatı, insanları tək-bətək, məsələn 7 milyar, 8 milyar insanı dana-badana hər an kontrol edir. Görə bunları nə düşünürlər, nə iş görürlər, yaxşı, günah, pis, bunları görə. Həm də bunları o yüz-bu-yüzə apara, həm də bunlardan sonra ağaçlar var, meyvələr var, dana-dana meyvə, hər ağaçda neçə meyvə vardı, neçə yarpaq vardı, onların zoğları vardı, güllər, yarpaqlar, həşərələr, qurtlar, quşlar, hamısını kontrol edir. İndi internet ki, hələ bizim bəşərin zəif dövrəsidir da, indi hələ deyirlər ki, bəşərin güclü dövrəsi 100 ildən sonra gələcək. Yəni, hər kəs qalıb 50 ildən sonranı görsə, xoş halına, 100 ildən sonranı görənlər kef eləsinlər, 1000 ildən sonra görənlər bir ayrı dünyada yaşayacaqlar. Yəni, bizim kimi, elə bilin ki, bir zaman bizim dədələrimiz köhüldə yaşıldılar, biz bu günləri internet əsrində yaşayırıq, Z əsrində yaşayırıq. Onlar görün harada, indi biz elə bir 100 ildən sonra bizim nəvələrimiz baxanda bizə deyəcəklər ki, dədələrimiz köhüldə yaşırdılar. İnternet zamanı, güləcəklər, internet zamanı yaşırmışlar. Bu qədər dünya sürətlə gedir qabağa. Ərz edeyim xidmətinizə. Və bu dünyada hər şey insanların coğrafiyasına, o millətin ki içindədirlər, ona bağlıdır. Tərəfsizliğin anlamı yoxdur. Hər millət öz milli mənafiini qorur. Bəzi məmləkətlər var, çox cıqqılıdırlar. Mən Günas TV-də üçün bunları göstərmişəm, danışmışam, ərz edeyim xidmətinizə, məmləkətlərin əksini göstərmişəm, neçə dil. Bəzi məmləkət var, 30 dana rəsmi dili var. Və məmləkət bugünkü İrandan pişrəftədir. Axı niyə məsələn, baxın görün, bəzi bu bizim dostlarımız, İrançılar, Azərbaycançılar hətta ki İrançılıq elirlər, Azərbaycanlılar ki İrançılıq elirlər. Bəzən deyirlər, ağa, 2 dana dil, ya 4 dana, ya 5 dana dilin İranda rəsmi olması, mali imkanımız yoxdur bura. Deyək ki, bu günləri, baxın, bunu fərz eləyək da, İran iddia edir ki, bu günləri hər yerdə mədrəsə var, lazım qədər də müəllim var, hətta lazım qədərdən çox da istihdam eləməyə gücləri yoxdur. Bunu da bilirik. Danışqahlar bu günləri milyonlar adam verirlər eşiyə, veriblər eşiyə. %60'ının, 70'inin işi yoxdur. Yəni, bunlar müəllim ola bilərlər. Diqqət buyurursunuz. Pəs lazım qədər mədrəsə var, lazım qədər də müəllim var. Bu mədrəsədəki dərs oxuyanlara əvvəl ibtidaidən ta dəbiristana və danışqaha qədər dövlət kitab çap edir da. Ya dövlət kitabı çap edir, ya danışqahlar kitab çap edir. Kitab çap edirlər. Yəni kitab da yoxdur ki, deyək yoxdur. Kəmbudə kitab, kitabın azlığı yoxdur. Lazım qədər kitab da var. Yəni pul var ki, mədrəsə tikiblər, müəllim istihdam eləyiblər, kitabları da çap edirlər. İndi nə olar ki, məsələn, 100 nəfər türkü dilinə istihdam eləyələr, 100 nəfər kürdü, 100 nəfər ərəbi, 100 nəfər bəluç, 100 nəfər türkəmən dillərinə də istihdam eləyələr. Kitabları, dərsi kitabları Azərbaycanlı və türklər üçün türkcə yazılar. Yəni, fəqət bu 100 nəfərə kitab yoxdur. Bu kitabları ki, məsələn, deyək, İranda 1 milyard cild kitab çap olur mədrəsələr üçün. Məsələn, deyək da, indi dəqiq bilmirəm. Çünki, məsələn, hər uşağa 10 cild kitab verəndə hesablasaq, orada da 20 milyon ya 18 milyon, bir zaman bilmirəm, indi neçə milyondur.
adam olsa 100 milyondan yuxarıya kitab çapalar. Heç olmasa da, yəni beləsi qoysaq. 100 milyon kitabı çap edirlər bunlar. İndi bunun deyək ki, 10 milyonu ya 15 milyonu ya 20 milyonu ya 50 milyonu Türkçe çap olmalıdır. Tamam. 50 milyonuna 20 dana, 100 dana, 200 dana, 1000 dana nevisəndə tutacaqlar, istihdam eləyəcəklər. Bu 100 nəfər gələcəkdir. Bu 1000 nəfər gələcəklər. Kitabları Türkçe yazalar, əvvəli ibtidaiyə, dovum ibtidaiyə. O 100 min, əslən 1 milyar deyək İranda dərsi kitab çap eləyəcəklər ya 500 milyon dənə. Onun yarısı deyək Türkçe olacaqdır. Yarısı Türkçe çap olar, elə həman pulla, həman bodca ilə, həman müəllimlər, həman kilaslarda dərs verərlər. Bəs burada farslar İrançılıq elirlər, millətçilik yox. Millətçilik eləsələr ya pan-İranistlər, ya pan-farsistlər İrançılıq və pan-farsistlik elirlər. Çünki əgər eləməsələr deyərlər, ağa, bizim büdcəmiz mədrəsə düzəltmək üçün 1000 tüməndir. İldə veririk. 1000 tümən veririk, kitab çap edirik. 1000 tümən də veririk müəllimlərə. Tamam. İndi bu 1000 tüməni ki veririk müəllimlərə, həmən müəllimin bəluç olsun, birazı türk olsun, həmən hüququ verəcəyik. Birazı ərəb olsun, birazı türk olsun, birazı türkçəmən olsun, birazı qəşqayı olsun, birazı girəki olsun, birazı mazəni olsun. Nə fərq elər? Həmən kitabı ki 1000 dana çap edirik, onun məsələn 500 danasını türkçə çap eləyək, 300 danasını farsi çap eləyək, 100 danasını ərəbcə çap eləyək, 50 danasını bəlutça çap eləyək, 30 danasını məsələn lorca çap eləyək, 20 danasını da o birisi dillərdə məsələn. Məsələn deyirəm. Ha belə, yəni bu baxış ki orada görürsünüz, bu baxış nədir? Bu baxış bir dana ərz edeyim xidmətinizə, indi bu bizim bu silmağımız da bizə bir müşkil olur. Məcburuq ki bu qızların şeylərini oğurlayaq, gətirək bura. Dırnaq silənlərin, zatların buranı silah. Ərz edeyim xidmətinizə, bəs xəbərdə istəyirəm deyəm ki, tərəfsizlik yoxdur. Hər millət, hər qom, hər qəbiləyə bağlı bir adam o millətin mənafi üçün çalışacaq. Yəni, əgər siz Təbrizdə oturasınız, Azərbaycançılıq, Azərbaycanda oturasınız, Türk olasınız, amma farsların xəbərini yazasınız, amma Amerikanın xəbərini yazasınız, amma İngilistanın xəbərini yazasınız, amma Rusiyanın xəbərini yazasınız, öz millətinizə xiyanət edirsiniz. Çünki öz sirvətinizi, vaxtinizi, tarixinizi, millətinizin mənafiin qurban edirsiniz. Xəbərin nə qədər mühümlüğü var? Əhəmmiyyət xəbər. Əhəmmiyyət xəbər nə qədərdir dostlar? Xəbər yazmaq və xəbər vermək bir ticarətdir. Bir işdir. Mən bir dənə məqalə yazmışam. Orada demişəm ki, iqtisad ən nasyonalistlərin fəaliyyət bəşəridir. Dildən sonra bəlkə dildən sonra ən nasyonalist olan fəaliyyəti ki, bəşər elir ictimai şəkildə iqtisaddır. Və iqtisad alver ilə ilgidədir. Bir şeyi alırsan, bir şey verirsən. Xəbər normalda sirvət ilə ilgidədir. Xəbər ilə sirvət o üzbüz elərlər. Xəbəri fikirsə Amerika niyə məsələn milyardolar dolar müxtəlif 24 saatı televizyonları dünyada avialardan göndərmə sadəcə xəbər desin, zərər eləsin. İran orada radio, Amerika indi məsələn radio fərdaya ildə 20-30 milyon dolar büdcə verir. 150 nəfərə yaxın İranlını istihdam edib orada fəqət fars dilinə danışırlar. Ki İrandan xəbər versinlər nəyə? Amerikanın orada nə mənfəəti var? Onun yanında təhsil radio fərdə deyil. Sədai Amerikanın radyosu var, Sədai Amerikanın televizyonu var, Perşiyen var, nə mənə var. Bunun yanında hüquqi bəşəri fəaliyyətlər, cəmiyyətlər ki, İranlıların da əli var, onlara da pul verir. Bunun yanında falanlara da pul verir, verir. Milyardılar dolar ildə hesablasaz, İranın farslarına
pul verir. Amerika. Niye? Fakat haber versinler, fakat desinler ki İran'da hukuk beşerde bir bel adam tutuldu, bir bel adam öldü, bir bel adam falan oldu. Ya mesela indi Documentation Center, Iranian Human Rights Documentation Center, İran'ın sənədli huquqi bəşərlərin sənədləndirmə mərkəzi. O mərkəzdə məsələn bir tədad insanları istihdam ediblər, işlədirlər. Ki İranda desinlər filan kəs tutuldu, filan kəs qaçdı, o da gəlsin desin ki, hə məni belə tutdular, belə apardılar, belə işgəncə elədilər, ya belə zindan elədilər, ya belə mühakimələrdə belə soruşdular. Bunun nə faydası var Amerikaya? Amerika niyə cibindən? Axı bu iqtisadi deyil ki, sən pul verəsən, bir şey götürməyəsən. Bu iqtisadi deyil. Bəs nə etməlidir? Baxın dostlar, diqqətli olaq. Xəbər sirvət tolid edir. Xəbər çoxlu sirvət tolid edir. Yəni, xəbər nədir? İttilaat. Görün nə cür sirvət tolid edir. Xəbər ittilaat. Xəbərnigarlar, məsələn, Tehrandadılar, Xorasandadılar, oradadılar, buradadılar. Xəbər verirlər ki, İranda rahpemalıq başlayır. Onların ki, sərmayələri var, bir, canlarıdır. Əvvəl sənin, mənim canım mühümtərin sərmayəmizdir. Ən mühüm, ən önəmli sərmayə canımızdır. Canlarını götürürlər, qaçırlar. İkinci, pullarıdır. Şirkətləridir, işləyənləridir. O adamlardır ki, onlara təlim veriblər, öyrədiblər ki, bunlara pul qazansın. Onu nədən qoruyur? Bir dana xəbərinə. Nə oldu? Bu adam istəyir, security guardı var, yəni qapısıcısı var, silahlıdır, durub qapıda, bir terörist girməsin bunun idarəsinə, vurub sındırmasın, işə ixtilal yaratmasın. Onun yanında qeyri-müstəqim pul verir dövləti Amerikaya ki, Amerika dövləti xəbərniqara pul verir, mənə xəbər versin ki, orada bir ittifaq düşürsə, mən sərmayəmi qoruyayım. Pəs xəbərniqarlar əslində o məmləkətin siyasətmədarları və pullularının xidmətindədirlər. Çox acı sözdür ha. Amma vaqiqiyyətdir. Biz pulluları işlər, kasıbları işləmərik. Çünki kasıblar bizi istihdam eləyənməzlər ki. Əlbəttə, bizim xəbərlərimiz kasıbların da mənfəətlərini təmin elər. Onlar bizi istihdam eləmirlər. Onlar bizə pul vermirlər. Hətta onlar mümkündür bizim ruznaməmizi belə almayarlar, web saytımıza gəlmək imkanları olmayar. Amma o zaman ki, mənim səsim Günas TV-dən gedir, onlara yetişir, onlar da faydalanırlar. Onlar da ittilat alırlar, pul vermədən. Xəbərniqarlığın işinin bu tərəfi də mühümdür. Biz bir də insanlara ki, pul verəmirlər, zəifdirlər, onlara bir ittilat veririk ki, həman əhəmiyyəti bunlara da qazansın. Əgər deyirik Azərbaycanda məsələn sərətan çoxalır, illəti də Urmuc gölünün qurumağıdır, yağışın yağmamağıdır, havanın kirliliğidir və bu kirlilik havadan Urmuc gölünün qurumasından gəlir və əgər deyirik ki, sizin şuralarınız, ya nümayəndələriniz sizə xəyanət edirlər, lazım deyil, gözlərini dikələr Tehrana, Tehrandan gələrlər, Urmuc gölünə su gətirərlər, bəlkə şəhər şuraları eləyə bilərlər, sərmayə qoyalar, ya xarici şirkətləri dəvət eləyələr, buranı kirayə verələr, 50 ilə, 100 ilə, 20 ilə, 10 ilə, 5 ilə, burada gələlər, Urmuc gölünü abad eləyələr. Millətimizin uzun zamanlı xəbərindən danışırıq, mənfəətindən danışırıq. Bəs xəbər sirvətdir, sirvət tolid edir. Eyni müəllim kimi. Müəllim neyinir? Mən indi fikirliyim, müəlliməm, gəlmişəm, burada oturmuşam, sizə dərs deyirəm. Bunun faydası sizə nədir? İndilikdə yox, amma gələcəkdə məmləkətdə sirvət tolid eləyəcəksiniz. Mən dərs verirəm, müəllim dərs verir, bizi tərbiyyət edir, biz gəlirik gələcəkdə sirvət tolid edirik. İranı çıxın kənara. İranda mütəəssifanə müəllimlik sirvət tolid eləmək üçün deyil. Çünki elm behtərəzgah sirvəti hələ həll eləməyiblər. Ki elm برای تولید ثروتdir və ثروت برای تولید علmidir.
Sirvət olmasa elmi tolid olmaz. Əbu Əli Sina o şəraitdə tapılır ki, dədəsinin sirvəti var. Yoxsa onlar ki, Əbu Əli Sina'dan çox ağıllı idilər, heç elm tolid eləyənmədilər. Çünki sirvətləri yox idi ki, onları aparsın, dərs oxusunlar. Bizlərdən, sizdən, məndən ağıllılar var Güney Azərbaycanda ki, pulları olmadığı üçün, sirvətləri olmadığı üçün biz iş gördüyümüzü bizdən yaxşı görə bilərlər, amma görənmirlər. Niyə? Çünki onlara təlimi tərbiyyət verilməyib. Pəs, jurnalist ittilaat alver edir. İttilaat da sirvəti, uzun zamanda sirvəti təmin edir. Hətta qısa zamanda sirvəti təmin edir. Və bu da, görün, məsələn, əgər biz xəbərnigarlar düz işləyək, baxın, bunu deyirəm, düz işləyək. İranda yalan yazmayaq. İranda bir ilin içində inqilab olar. Və məsələn, deyək, millətlər müstəqilli olarlar, Azərbaycan müstəqilli olar. Savaşmadan, fürsətdən istifadə edək, müstəqilli olaq. Bizim Cəngi ki, Farsla Türk arasında olacaqdı, savaş ki olacaqdı, milyardılar tüməni aracından gedəcəkdi, insanlarımız öləcəkdi, yaralanacaqdı, onun qabağını aldıq. Bu sirvət deyilmi? Sirvət beləsi olar. Bəzi adamlar gündə gedək 100 tümən, 100 min tümən, 1 milyon tümən qazanıb ona sirvət deyirlər. Bəzi adamlar ittilaata sirvət deyirlər. Deyirlər, bu əlində olan ittilaat. Milyardılar dolar o yüz edirsən. Məsələn, fikr eləyin ki, siz hamıdan qabaq bilərsiniz ki, İranda hər dolar olacaq 4500 tümən. İndi 4360 tüməndir məsələn. Sizin əlinizdə biraz dolar var. İndi satarsınız ya sabah satarsınız. Çünki xəbər aldınız axı. Çünki pulunuz oradadır. Sirvətinizi orada qorursunuz. Onun üçün sizə xəbər nə sizə? Dünyada xəbər sirvətdir və sirvət millətlərin içindədir. Bunun üçün xəbər və xəbərnigarı tərəfsiz deyil. Bu bir yalandır. Bu yalana uymayın, buna başınızı qatmayın. Heç xəbər və xəbərnigar dünyada tərəfsiz deyil. Hə, burası var. Günaz TV'də məsələn mən proqramıma 4 nəfər adam çağırıram. Bir Fars, bir Türk, bir Ərəb, bir Bəluç, bir Türkəmən. Bu cürsüdə hər həftə bir neçə nəfər adam çağırırıq. Bu millətlərdən çağırır. Gəlirlər bir məsələni qoyuruq ortaya. Hər kəsin orada nəzərin deyir. Öz nəzərin deyir. Burada biz tərəfsizik ki, icazə veririk, sansursuz, hər kəsin öz fikrini desin. Burada tərəfsizik. Amma sualları mən seçirəm. O sualları ki, mən seçirəm, o suallar deyil ki, o Fars istir seçilsin, o Ərəb istir seçilsin, o Bəluç istir seçilsin, o Türkəmən istir seçilsin, o birisi istir seçilsin. Bu sual mənəmdir. Mən tərəfliyəm. Sualları mənim gözümdən, cavabları da mənim gözümdən cavablarıq. Əgər onlar mənim cavabımdan qaçırlar, istəyirlər ki, mənim gözümdən cavab verməyələr, öz gözlərindən cavab verələr. Pəs xəbərnigar camiənin cəhətində hangi tərəfə gedəcək və nə istəyəcək, o da xəbərnigara bağlıdır. Jurnalismə bağlıdır. Yəni, jurnalism camiənin fikrin hangi tərəfə gedəcək, ona aparacaq. Aya camiəmiz nasyonalist olacaq? Aya camiəmiz əcəba türkcə? Əcəba camiəmiz sekular olacaq? Əcəba camiəmiz dinçi olacaq? Əcəba camiəmiz İrancı olacaq? Əcəba camiəmiz xodbaxtə özünü itirəcəkdir, elinasyona mübtəla olacaqdır? Bunları xəbərnigardır ki, bu oxları çevirir. Hangi tərəfə? Mən istəmirəm camiəm İrancı olsun, istəyirəm Azərbaycancı olsun. Mən istəmirəm mənafe İran təmin olsun, mənafe Fars olsun, mənafe Azərbaycan təmin olsun. Mən istəmirəm Azərbaycanlılar keçsinlər Farsistanda turist üçün. Bəlkə istəyirəm o tərəfdən gəlsinlər bura. Baxın, bu baxışlar, oxların baxışı sizin hərəkətinizi göstərir ki, sizin o camiənin mənafein və fikrin hangi tərəfə axtırırsınız?
Amerikalılar heç vaxt istəməzdərlər ki, Amerikanın sərmayəsi gəlsin Təbrizə məsələn. İlla bu ki, o sərmayəni qoyacaqlar Təbrizə ki, 2 qat orada mənfəət qazansınlar. Amerikada bu günləri ki, mən sizinlə danışıram, fikr edirəm banki riba bahda fikr edirəm ki 0.50 civarındadır. Yəni yarım dərsəd. 1 dərsədin %1'in də yarısı. 0.50 faiz, burada da faiz əlamətini qoyaq. Faiz şeydir, ribasıdır. Bir nəfər, mənim kimi bir adam gedir, bir ev alır 500 min tümənə, 500 min dolara, ildə hər 100 dolara, 1 dolara və 100 dolara. 100 dolara yarım dolar. 100 min dolara 500, bəlkə də hələ az dolar şey verir. Faiz verir. Əgər 100 minə 1 faiz versə olar 1000, 500 verir də, yarım olanda 500 olur. 500 minə 250 min, 250, 2500 dolar ildə vergi verir. Vergi yox, riba verir. İndi bu camiədə o zaman ki İranda biz 20%, 27 faiz riba veririk banka, fars sisteminə yarım yerinə 27 faiz mənfəət veririk. Yəni fars sistemi gücləşir. Bizim vəzifəmiz nədir xəbərnigar olmaqla? Budur ki, millətimizin mənafeyini qoruyub, millətimizdə Azərbaycan bankı, Türk bankı yaratmaq fikrini yayaq. Əgər bir bank Azərbaycanda qurulursa, Azərbaycan adına, məsələn, deyək ki, Bank Azərbaycan, elə İranda bunu farsça ad qoydular. Bank Azərbaycan ya Təbriz Bank ya Türk Bank. Bu adlı bir bah yarana. Sahibləri da Azərbaycanlılar ola. Həm səhmdarları, həm əsli sahibləri. Rəisləri də Azərbaycanlı olalar. Gələrlər bah yaradalar. Bir dana, 2 dana, 3 dana bah yaradalar. Deyirlər ki, həm Azərbaycanda, həm də İranda, həm də Şimali Azərbaycanda, həm də Türkiyədə, həm də dünyada şöbə açacağıq. Çalışarlar, gələrlər. Bu 20% ki İranda verilir, əvəzin ki gedə Farsistana, gələ Azərbaycana. Bu Azərbaycanın əgər sirvəti bir ildə 100 tüməndir, əgər gələn il %20 burada alsa, %20 gedər yuxarıya. Azərbaycanın sirvəti %20 gedər yuxarıya ildə. Əgər Türkiyədə qoysa, əgər Şimali Quzey Azərbaycanda bankın şöbəsini açsalar və əgər orada %1 alsalar, ildə %1 sirvətimiz gedər yuxarıya. Pəs, xəbərnigarlıq millətlərin ixtiyarındadır, millətlərin xidmətindədir və millətlərin mənafeyini qorur. Yalandır bu söz ki, xəbərnigarlıq tərəfsizlikdir. Tərəfsiz xəbərnigar, tərəfsiz media, tərəfsiz ittilat yoxdur. Əziz dostlar, buradan fikirəm teori bəhsini qutarsaq yaxşıdır. Yarım saat hududən 20, bəli, düz yarım saat 29 dəqiqə teorik bəhsi danışdıq. Bir qısa aradan sonra icazənizlə gələk və əməli xəbər danışaq. Çox sağ olun. Bir qısa aradan sonra xidmət istəyəm. Buyurun.